Salam uşaqlar, bu videoda fən müsabiqələrinə hazırlıq dərsləri çərçivəsində keçən ilki fən müsabiqəsinin birinci turun, yəni kimya fənni üzrə fən müsabiqəsinin birinci turunun suallarını işləyəcəyik. Çalışacağım maksimum sahədə izah verim. Başlayaq birinci sualdan. Boş stəkana çay sodası töküb, üzərinə limon suyu əlavə etdikdə köpüklənmə baş verir. Bu zaman hansı qazın ayrıldığını göstərir. Ümumiyyətlə çay sodasının formulunu yazaq. Natrium hidrokarbonat. Bunun üzərinə limon suyu əlavə etmək, yəni limon turşusunun formulası uzundur, onu yazmayacağım, onu gələcəkdə 11-ci sinifdə keçəcək. Qısacası turşu əlavə edib, limon suyu, yəni turşu əlavə edib. Turşu əlavə eləyən zaman mübadilə reaksiyası gedir. Bu zaman buradakı karbon qazı çıxır, turşu onunla birləşir, yeni duz əmələ gətirir. Uzun sözün qısası, heç reaksiyanı uzun-uzadı, çünki 7-ci sinif səviyyəsində olduğuna görə bunu yazmaya ehtiyac yoxdur. Sadəcə onu bilmək lazım ki, karbon qazı bu zaman ayrılır, ona görə köpüklənir. Həmin o məhlul köpüklənməyə başlayır. Bu da B variantına uyğun gəlir, karbon qazı. Karbon qazının da mənbəyi buradakı CO3 görürsünüz, karbonda CO2-dir. Buradan CO3, CO2 ayrılır və başqa bir duz əmələ gəlir. Keçək ikinci suala. Canlı orqanizmlərin kütləsinin təqribən 93%-ni hansı 3 element təşkil edir? Biz bioelementlər dərsindən bilirik ki, canlılarda ən çox olan elementlər hansılardır? Burada göstəriləndən karbon, yəni C, hidrogen, yəni H, bir də oksigen. Bu 3 element böyük hissəsini təşkil edir, yəni 93% yayılır. Həmin o dərslikdə hər birinin ətraflı faizlərini yazır. Bu ümumi götürəndə 93%. Kalsiumdan fosfor isə bunlar da əslində makro elementlər siyahısındadır, yəni çox olan elementlər. Amma karbon, oksigen, hidrogen qədər deyil. Bundan sonra bir də azot var. Bu dördü bir yerdə ən əsas bioelementlər, yəni karbon, oksigen, hidrogen, azot. Burada verilənlərdən 1, 3, 5, yəni biz götürməliyik A variantını. Sonra keçirik 3-cü suala. 3-cü sualda deyilir, hansı qazların qarşılığı təsvir olunmuşdur? Biz burada analiz edirik, görək burada nəyi göstərib, hansı molekulalar göstərib. Görürük ki, 2 dənə element birləşib, yəni atom birləşib, bir molekul əmələ gətirib. O halda bu ola bilər, misal üçün H2, O2, N2, yəni 2 atom birləşib eyni maddə, bəsit maddə əmələ gətirib. Bax, bu hissəsi. Digər hissəsinə baxıb görürük ki, göy rəngdə bir elementdir, bir də ağ rəngdə başqa 3 element birləşib. Məsələn, ola bilsin bu NH3 olsun, nə bilim, və yaxud da ki, bor hidrid, bor H3 olsun, məsəl üçün. Bax, bu formada bir birləşmə əmələ gətirir. Bunların da qarışığıdır. İndi biz baxıb görürük, burada hidrogen və karbon qazının hər birinin bir-bir analiz eləsək, H2, bir də CO2. Axı, burada CO3 formasında olsaydı olardı, CO2 olmaz. Ümumiyyətlə CO3 yoxdur, sadəcə deyirik, yəni CO2 olmaz burada. Çünki burada 3 dənə element birləşib. Amonyak və hidrogen. Amonyakın formulası NH3-dür. Hidrogenin formulası H2. Bəli, bu uyğun gəlir. Deməli, N burada göy imiş. H-da burada ağ rəngdə olan element imiş. NH3. Digər yandan da bu da H2. Yəni hidrogen. Doğru cavab elədir. B variantı. 3-də B variantı nişanlayırıq. Keçirik 4-cü suala. Kristallik kükürt və ağ fosfor üçün ümumi olan nədir? Kristallik kükürdün formulası S8-dir. Ağ fosforun formulası P4-dür. Bunlar üçün ümumi olan nədir bir baxaq. Molekulunda 4 atom var. Xeyr, bu sadəcə fosfora aiddir. Amma ümumi olan gərək hər ikisinə aid olsun. Adi şəraitdə bərk haldadır. Hər ikisi bərk haldadır. Bəli, bu ümumi olandır. 2-yə plus qoyaq. İstiliyi yaxşı keçirir. Xeyr, istiliyi metallar yaxşı keçirir. Qeyri-metallar isə yaxşı keçirməz. Ona görə yalnız 2 B variantına uyğun gəlir. 5-ci sual. Maddə 100 ml suda həll olan maksimal kütləsi 20 dərəcə, 50 dərəcə, 90 dərəcə. Baxıb görürük ki, A B-dən, B də C-dən böyük olarsa X hansı maddə ola bilər. Yəni, bu o deməkdir ki, A-da ən çox həll olur. Çünki A B-dən böyükdür. Məsələn, tutaq ki, belə bir rəqəm qoyaq da. Məsələn, bu 30-dur, bu 20-dir, bu 10-dur. Misal üçün bunu qoyuruq. Yəni, A B-dən, B C-dən böyükdür. Yəni, 30 20-dən, 20 10-dan böyükdür.
Bu tip məsələləri daha rahat başa düşmək üçün özünüz hər hansı bir ədədləri yerinə qoya bilərsiniz. Çünki bizdən onsuz da burada hesablama tələb eləmir. Bizdən hansı maddə olacağını tələb edir. İndi bir daha qayıdıb görürük ki, 100 ml suda 20 dərəcədə olanda məsələn 30 qram. Temperatur qalxıb 50-90-a qalxdıqca 30-20-yə ona düşür. Yəni qramı azalır. Həll olan qramı azalır. Bu nəyə uyğundur? Bu qazlara uyğundur. Biz bilirik ki, temperaturu yüksəltdikcə qazların həll olması başlayır azalmağa. Yəni misal üçün tutaq ki, hər hansı bir qabdır, bunun içində oksigen həll olunur, suyun içində məsəl üçün. Temperatur yüksəldikcə bu oksigen qazı buradan kənarlaşır. Yadınızdadsa dərslikdə qazlı su misalını göstərmişdilər. Hansı ki, qazlı suların üstündə həmişə yazır soyuq için. Niyə? Çünki istiləşdikcə qaz həmin o suyun tərkibindən ayrılır. Onun əsasında yadda saxlayın. Temperatur artdıqca qazın suda miqdarı, yəni həll olan miqdarı azalır. Burada olanlardan qaz hansıdır? Azot N2 qaz halındadır. CO2 yəni karbon qazı qaz halındadır. Amma kalium NO3 ilə natrium karbonat isə bərk haldadır. Deməli uyğun variant olacaq 2-3, bu da D variantına uyğun gəlir. Keçək 6-cı suala. Şirniyyatların alınmasında xəmirlərin şirdilməsi üçün hansı maddələrdən istifadə olunur? Biz artıq bizə bəllidir ki, burada çay sodası, yəni natrium hidrokarbonat. Bunu biz şirniyyatların hazırlanmasında istifadə edirik. Niyə görə? Çünki bu parçalananda karbon qazı, hansı ki, bayaq da biz göstərdik, karbon qazı tərkibindən çıxır. Karbon qazı da xəmirin içində qalır və onun şişməsinə səbəb olur. Nəticədə şirniyyatlar daha yumşaq və dadlı olur. Bundan istifadə olunur. Digər isə burada şəkərdir. Şəkər istifadə olunur şirniyyat üçün, amma şişirtməkdə istifadə olunmur. Burada mühüm nüans var, ona diqqətlə yadda saxlamaq lazımdır. Sualın əvvəlini oxuyub tez-tez keçsiniz. Burada bilirik ki, CO2-22O11 şəkərin formulasıdır. Burada söhbət ondan getmir ki, şirniyyat üçün istifadə olunur. Deyir, şirniyyatda xəmirin şişirdilməsi üçün. Şişirdilməsinə görə bunu götürürük biz deyəni. B burada uyğun gəlməz. Spirt uyğun gəlməz. Per2 təbii ki, yəni hidrogen peroksidi biz şirniyyatın tərkibinə qatmırıq. Keçirik 7-ci suala. PO4 3 mənfi iyonda olan elektronların sayını müəyyən edin. Biz bilirik ki, normal halda atomda protonların sayı elektronların sayına bərabərdir. O halda baxıb görür ki, burada fosfor 15. 15 bu altdakı ədədlər nədir? Həm sıra nömrəsidir, həm də proton sayı deməkdir. Sıra nömrəsi, nüvə 2 proton sayı. Bunlar bir-birinə bərabərdir. Yəni fosforun 15 dənə protonu var. O halda neçə elektron var neytral halda? 15 elektron. Və yaxud da oksigen 8 protonu var. O halda neytral halda elektronun sayı nə qədərdir? Elə 8 elektrondur. Onda belə götürək. Bu PO4 3 mənfidə P-dən neçə dənədir? 1 dənə. Ayağında ədəd, yəni indeksli ədəd yoxsa 1 dənədir. 1-i vururam 15-ə. Deməli 15 elektron fosforda. Yenə deyirəm, neytral halda, burada əslində bu proton sayıdır, elektron sayı yox. Sadəcə neytral halda bərabər olduğu üçün biz bunu da götürə bilirik. Oksigenlər neçə dənədir? 4 dənə. Birdən oksigendə neçə elektron var? 8 dənə. 4 8-in 32. Üstünə gəldi. 15 üstü 32 elədi 47. Yəni normalda, neytralda bu 47 dənə elektron olmalıydı. Amma bir dənə də baxıb görürəm ki, burada 3 mənfi, yəni bu iyon halındadır. Yəni 0,4, burada yük var. 3 mənfi nə deməkdir? Yəni 3 dənə elektron artıqdır deməkdir. Biz bilirik ki, normaldan çıx minus 3. Bu şəkildə olanda minuslar birləşir olur plus. Riyaziyyatda ən təməl qaydalardır. 47 üstünə 3 gələndə olur 50. Yəni biz burada C variantını götürürük. Qısası bu tip suallar həll eləmək üçün əvvəlcə hər elementin elektron sayını vururuq indeksinə. Məsələn 15-i 1-ə, 8-i 4-ə. Cəmlədi elədi 47. Sonra isə bu yükü ondan çıxırıq. Məsələn indi 3 mənfi idi. 47-dən çıxanda 3 mənfi 50 elədi. Çünki çıxmaq üstünə gəlmək deməkdir. Amma burada 3 müsbət olmuş olsaydı, təbii ki, belə bir iyon mümkün deyil. Sadəcə şərti olaraq deyirik. 3 müsbət olsaydı 47-dən 3-ü çıxıb 44 eləyərdik. İndi 3 mənfidir. 3 mənfini çıxdığımıza görə oldu 50. Keçək 8-ci, yəni burada C variantıdır. Keçək 8-ci suala. Metalların xassələri və istifadə sahələri arasında uyğunluğu müəyyən edin.
Birinci deyir plastiklik. Plastiklik nədir? Yəni yumşaqdır. Onu əyə bilirik. Onu müxtəlif maddələr belə deyə də həmin o maddəni müxtəlif hallara salıb, formalara salıb, müxtəlif cisimlər düzəldə bilirik və s. Plastiklik deyilən, yəni plastilin kimi. Bunu yadda saxlayın. Elektrik keçiriciliyi, yəni elektrik keçirmə adı məsələn istidən genişlənməyi. İndi hər bir xüsusiyyətindən müəyyən bir işdə istifadə olunur. Baxaq, A variantı civədən termometrlərdə istifadə olunması. Bu istidən genişlənməsidir. Civə termometrin içində əgər isti olanda istidən genişlənir, onun səviyyəsi qalxır. Məsələn, tutaq ki, bu termometrdir, genişləndikcə civənin səviyyəsi qalxır. Soyuduqca isə səviyyə düşür aşağı. Deməli, A bəndi 3-ə aiddir. Yəni istidən genişlənməyə aiddir. Civə istidən genişlənməyə. B bəndi metallarda müxtəlif formalı əşyaların hazırlanması. Bu artıq bəlli məsələdir ki, plastikliyə aiddir. Misal üçün tutaq ki, dəmirdən qaşığın hazırlanması kimi. Plastik olmasaydı biz onu hazırlaya bilməzdik. Keçək C bəndinə alüminiumdan naqil kimi istifadə. Naqil nədir? Yəni elektrik keçiriciliyi, şunur da el arasında belə deyək də, məsələn, üstlənilən bir evə biz baxsa və yaxud da ki, yüksək gərginlikli xəttlərə baxsa, ya mis, ya alüminiumdan əsasən istifadə olunur. Yəni naqil burada götürülməlidir elektrik keçiriciliyinə 2-yə C, Wolframdan elektrik lampalarının spirallarının hazırlanması. Wolfram ümumiyyətlə elektrik lampaları el arasında lampiçka deyirlər. Bunun daxilində müxtəlif metallar əslində sadalasa, bunu hazırlanan bütün şüşəsindən tutmuş hamısına qədər onlarla elementdən istifadə olunub. Amma burada bunun daxilində olan hissəsi istifadə olunub nəydən? Deməli, Wolframdan. Çünki Wolfram istiliyə çox davamlıdır. 3300 dərəcəyə qədər, 3300-dən də hətta yuxarı, 3390 dərəcədə əriyir. Ona görə də elektrik lampaların spiralını Wolframdan hazırlayırlar. Bu da o deməkdir ki, bu Wolframın bu xüsusiyyəti, yəni istiliyə davamlılıq xüsusiyyətinin bura nə plastikliyə aidiyyəti var, nə elektrik keçiriciliyə, nə də istilikdən genişlənməyə aidiyyəti var. Bu tamamilə fərqli xüsusiyyətdir. Yəni gec əridiyinə görə biz bunu elektrik spiralında istifadə edirik ki, əgər məsəl üçün tutaq ki, qurğuşun kimi tez əriyən metal olsaydı, o əriyib tökülərdi yerə. Əriməsin deyə Wolframı lampiçkanın içində, yəni elektrik lampasının içində istifadə olunurlar və bu da heç birinə aid deyil. O halda 1-ə B, 2-yə C, 3-ə A, 1B, 2C, 3A D bəndinə uyğun gəlir. Əslində qismən bunu elektrik keçiriciliyinə də aid eləyə bilərdi, amma doğru cavablar arasında uyğun gəlmədiyinə görə biz bu şəkildə götürdük. 9-cu suala baxırıq. 9-cu sualda qrafik verilib. Maddələrin suda həll olması göstərilir, temperatur. Yəni temperatur artdıqca Y az miqdarda təsir edib, amma X-a kəskin təsir edib. İndi deyir, hansı duzu kristallaşma üsulu ayırmaq daha uyğundur və səbəbi nədir? Bildiyimiz kimi duzları hər iki üsulla ayıra bilərik. Məsələn, buxarlandırma üsulu, bir də kristallaşdırma üsulu. Buxarlandırma üsulunda, indi ətraflı izah eləyək, buxarlandırma üsulunda o deməlidir ki, məsələn, duzun suda qarışığın buxarlandıran zaman duz qalır qabın dibində, su buxarlanır, gedir. Kristallaşma nədir? Kristallaşmada isə axıra qədər buxarlandırmırıq, yarıya qədər buxarlandırırıq. Daha sonra isə onu içinə başqa bir kristal əlavə etməklə və ya soyutmaqla belə deyək də çökdürürük. İndi kristallaşdırma üsulu nə zaman bizə faydası olar? O halda ki, kəskin fərqlənsin. Yəni, məsələn, soyuqla isti məhlullar arasında kəskin fərq olsun. Bu da uyğun gəlir X-a. Misal üçün, tutaq ki, bu olsun 5 dərəcə, bu da olsun, məsəl üçün, 90 dərəcə. 5 dərəcədə, məsələn, həll olur, tutaq ki, məsəl üçün, 10 qram, amma 90 dərəcədə həll olur 100 qram. Yəni, temperatur dəyişdikcə, kəskin dəyişdiyinə görə, xətt əyri olduğuna görə, yəni miqdar dəyişdiyinə görə, həll olma miqdarı kəskin dəyişdiyinə görə kristallaşdırma üsulunu istifadə eləmək belə deyil, məsləhətdir bunda. Amma Y-də isə görür ki, məsələn 5 dərəcə tutaq ki, məsəl üçün 10 qram əldə olub, 90 dərəcədə məsələn 12 qram. Cüzi fərq eləyib. Bunu kristallaşdırma üsulunu ayırmağın belə deyək də effektivliyi yoxdur. Bunun üçün buxarlandırma üsulu daha effektiv olar. Uzun sözün qısası, belə bir əyri görsəz, yəni kəskin fərq eləyən əyri görsəz, o halda kristallaşma üsulu ilə ayırmaq daha uyğundur. Bu da o deməkdir ki, buradakı X, yəni X duzunu ayırarlar, CD artıq getdi. Həll olmanın temperaturdan kəskin asılıdır, adi şərtdə qaz halında. Qazın ümumiyyətlə dəxli yoxdur, kəskin asılı olduğuna görə, yəni temperatur artdıqca kəskin dəyişib, kəskin artmağa başlayıb. Ona görə də A variantına uyğun gəlir. 9-da A-nı işarələyirik.
10-cu sualdan davam edirik. 4 amonyak molekulunda neçə azot və hidrogen atomu var? Əvvəlcə amonyakın formulunu yazaq. NH3. Deyir ki 4 amonyak, onda qarşısına 4 qoyaq. 4 NH3-də neçə azot və neçə hidrogen? 4 birin 4, bu ayağında, yəni indeksində ədəd yazılmamağı 1 deməkdir. 4 üçün 12. Deməli, azotdan 4 dənə, 4 üçün 12, hidrogendən də 12 dənə. Bu da uyğun gəlir D variantına, yəni azot 4 ədəd, hidrogen 12 ədəd. Keçirik 11-ci suala. Eylerven diaqramına uyğun ifadələri müəyyən edin. Kimyəvi birləşmə qarışıq. Qarışıq odur ki, misal üçün duz su qarışığı və yaxud da ki, hidrogen, oksigen qarışığı. Qarışığı bu şəkildə yazmaq olar. Kimyəvi birləşmə isə artıq elementlər bir-birinə birləşib. Misal üçün hidrogenlə oksigen birləşib. H2O və yaxud da H2O2 bu kimi maddələr əmələ gətirir. Bu artıq qarışıq deyil. Bu artıq kimyəvi birləşmədir. Çünki bir-birinə birləşib. Burada isə birləşməyib. Sadəcə mexaniki bir-birinə qarışdırmışıq. İndi baxaq. A bəndi fiziki üsulla tərkib hissələrinə ayrılır. Bu qarışığa aiddir. Misal üçün bunu biz fiziki üsulla bir-birinə ayıra bilərik. Məsəl üçün soyudarıq. Oksigen birinci mayeləşər, hidrogen hələ də qaz halında qalar. Bunları bir-birindən ayırmış olarıq. Və yaxud da başqa üsullarla ayırmış olarıq. Deməli, qarışığı fiziki üsulla ayırmaq olar. Amma məsələn, kimyəvi birləşmə tutaq ki, su. Suyu fiziki üsulla ayıra bilərik. Məsələn, soyutduqca, isitdikcə bunu ayıra bilərik. Xeyr. Donanda da yenə eyni birləşmələr qalacaq. Buharlananda da eyni birləşmə qalacaq. Yəni, bunu bir-birinə parçalaya bilmirik fiziki üsulla. Sonra əmələ gəldikdə başlanğıc maddələr öz xassələrini saxlayır. Təbii ki, qarışığa aiddir. Məsələn, bu qarışıqda hidrogendir, oksigendir, öz xassələrini saxlayıb. Amma burada öz xassəsini saxlamayıb. Artıq təzə, məsələn, hidrogen də qaz halındadır, oksigen də qaz halındadır. Amma su isə artıq maye halındadır. Deməli, hidrogen, oksigen öz xassəsini itirdi. Amma saxlayan hansı oldu? Qarışıqda oldu. Onda B-ni də yazarıq qarışıq tərəfə. Əmələ gətirən elementlər sabit kütlə nisbətində birləşir. Bu artıq bu tərəfə aiddir. Həmişə hidrogen, oksigen 2-nin 1-ə nisbətində birləşəndə su olur. Və yaxud da 2-nin 2-yə nisbətində, yəni 1-in 1-ə nisbətində olanda olur hidrogen peroksid. Bu sabitdir. Biz bunu 3-ün 1-ə eləyə bilmərik, 5-in 1-ə eləyə bilmərik. Amma digər yandan qarışıqda isə istədiyimiz qədər eləyə bilər. Məsələn, 3 həcm bundan, 2 həcm bundan götürərsən və yaxud da 8 həcm bundan, nə bilim, 7 həcm bundan götürərsən. Deməli, sabit nisbətdə birləşmə hansıya aiddir? C bəndə aiddir kimyəvi birləşməyə. Tərkibində ən azı 2 müxtəlif atom olur. Bu hər ikisinə aiddir. Kimyəvi birləşmədə də ən az 2 atom olur. Yəni 2 fərqli atom olur. Qarışıqda da ən az 2 fərqli atom olur. Deməli, D bəndi hər ikisinin ortaq xüsusiyyətidir. O halda 1-ə C, 2-yə D, 3-ə də AB uyğun gəlir C variantına. Keçirik 12-ci suala. 12-ci sualda deyilir, 80 ml suda maksimum 24 qram duz həll olursa, hansı halda doymuş məhlul əmələ gəlir? Deməli, əgər 80 ml-də 24 qram həll olursa, birinci baxaq bu 100-də nə qədər həll olur? Belə də hesablaya bilərik və yaxud da 80-də 24-ü tapıb ondan sonra bir-bir yerinə qoyarıq. Deməli, 80-də 24-dürsə, 80-də 24-dürsə, bəs 100-də nə qədər olar? X. X də bərabərdir. 100-ü vuraram 24-də, bölərəm 80-də. Tənasübü hesablamaq qaydası budur. Yəni, X bərabərdir. Məlum olan tərəflər bir-birinə vuraram. 24 vur 100. Bölərəm bunun tərsindəki ədədə məxrəcə. Bunları izah eləyərkən nəzərə alıram ki, 7-ci sinif, yəni sıfırdan başladığınıza görə bütün hamısını çalışıram təfərrüatlı izah eləyim. Burada sıfırlar getdi, 8 ilə 3, bura məxrəc ümumiyyətlə ləğv oldu, 3 onun 30. Yəni, x-in yerində olmalıdır 30. 100-ə 30 həll olur. Biz belə də götürə bilərik və yaxud da 24-ü 80-ə bölərdik. Yenə ixtisar aparanda 10-da 3, 0,3 hissəsi, yəni 30%. Bunu tapmağın əhəmiyyəti nədir? İndi bir-bir hamısını tapacağıq. Əgər maksimum həll ola biləcəyi qədər həll olursa doymuşdur. Yox, hələ yenə də həll eləyə biliriksə doymamışdır. 40 millidə nə qədər həll olmalıdır? 80-də 24-dürsə 40-da 12-dir, də aydın məsələdir. Və yaxud da 100-də 30-dursa 40-da da 12 olacaq. Və yaxud da bizdə də 30%, 40-ın 30% neçədir? 12. Yəni 12 qram həll olsaydı doymuş olardı. İndi 10 qram həll olub. Hələ də həll eləyə bilirəm. Bəli, hələ də 2 qram həll eləyə bilirəm. Deməli bu doymamışdı, bu getdi. %24. Axı biz %30 həll eləyə bilirik. Deməli hələ də 6 qram həll eləmək olar. Bu yenə doymamışdı, getdi. 60-da 18.
artıq bu 30% deməkdir. Yəni 18-i 60-a böləndə eləyir 30%. Hansı ki 24-ü 80-a böləndə də 30. Deməli bu doymuşdu. Və ya digər məntiqlə %30 həll olunsa 60-da nə qədər həll olar? Yenə qoyarıq və tənasibi belə qurarıq. %30 həll olub. 60-da x. X də bərabərdir. 60-ı 30-a vurub 100-ə bölərik 18. Deməli 18 həll ola bilərdi. 18-də həll olub. Yəni maksimum miqdar həll olub. Deməli C variantına uyğun gəlir. %30, 50-də 15 həll olmalıdır. Hələ də 1 qram yenə yer var. Deməli bu D bəndi də yenə doymamışdı. Qısası tənasübün qaydası, tənasüb hesablama qaydası hesab edirəm ki, aydın oldu. Siz yazırsınız qarşı, x-in qarşısındakı məxrəcə, bunları isə vurub surətdə yazmalısınız ki, tapa biləsiniz x-i. Keçək indi 13-cü suala. 13-cü sualda 2 dənə izotop verilib. Yuxarıda həmişə kütlə yazılır. 70, bunun kütləsi, bu x-in kütləsi 70-dir, bunun isə 72-dir. İkisi də eyni elementdir. Deyir ki, bu izotoplar hansı say nisbətində təbiətdə sərbəst şəkildə tapılsaydı, bu izotopların orta kütlədə də 70,6 olardı. Bu tip suallar həll eləməyin bir neçə yolu var, üsulu var. Amma ən sadə üsul diaqonal üsuludur. Diaqonal üsul nə deməkdir? 70 burada yazıram, 72 burada yazıram. Bizdən istənilən nədir? Orta kütlədə də 70,6 olsun. 70,6-nı da buraya yazıram. Diaqonal odur ki, bax belə bir diaqonal çəkirik. Diaqonal nədir? Yəni sanki x qoyuruq da bura. Və yaxud da buna çarpaz üsulu da deyə bilərik. Qayçı üsulu da. Çünki qayçı da açılanda bax bu forma. 3 dənə adı var. Bunu məhlullarda əsasən istifadə edirik. Qayçı üsulu da deyilir, diaqonal üsulu da deyilir, çarpaz üsulu da deyilir. Nəysə, indi nə etməliyik ki, bu nisbəti tapa bilək? 70-dən bunlardan böyüsündən kiçiyi çıxmalıyıq. 70-dən 70,6-nı çıxanmaram. Onda böyüdən 70,6-dan 70-i çıxıram, eləyir 0,6. Bax, bundan bunu çıxdım, yazdım bura. Tərsinə də çıxa bilərdim. Bundan bunu çıxıb bura yazmalıyam. Fərqi yoxdur. Və yaxud da keçək bura. 72-dən 70,6-nı çıxıram, 1,4-ü də yazıram bura. Yəni, birindən digərini çıxıb qarşısından yazırıq. İndi bu o deməkdir ki, nisbət bu şəkildə olmalı idi. Yəni 1,4 0,6 şəklində. İndi biz bunu ixtisar eləyək ki, burada görürük ki, vergüllü ədəd yoxdur. İxtisar aparmaq lazımdır. Ən rahat ixtisar üsullarından biri hər ikisinin 10-a vursa bu vergüldən azad olar. Bəli. Bu da vergüldən azad oldu. Bu da 14. Yəni vergüldən azad. 14 ilə 6-nı ixtisar gedən neçə olur? 7 ilə 3. Hər ikisini 2-yə bölürük də. 7, 3. Deməli 70-dən 7 nisbətində 72-dən 3 nisbətini də götürməli idi. 7-nin 3-ə nisbəti oldu. A variantı. 13-cü sualın cavabı A variantıdır. Keçir 14-cü suala. X, Y, Z və T və K-nın, yox 5 dənədir. X, Y, Z, T və K-nın kağız xromatografiyası zamanı süzgəc kağız üzərində əmələ gətirildiyi görüntü təsvir edilmişdir. Doğru olan ifadələri müəyyən edin. Kağız xromatografiyası nədir? Yəni aşağıda məhlul var, X, Y, Z məhlulu. Buna gətirib kağız salırlar. Kağız batıran kimi o su başlayır irəliləməyə kağızda. Necə ki bir suyun içərisinə salfetka salsanız, o su qalxacaq salfetka ilə yuxarı. Bu da elə bir şeydir. Söhbət burada əslində filtr kağızından, xromatografiya, süzgəc kağızından gedir. Yəni adi kağız bu effekti vermir. Süzgəc kağızı. Bunu siz görə bilərsiniz. Məsələn, yağış yağında asfaltın üzərində görürsünüz, rəngbərəng ayrılır disk formasında. Xromatografiya sanki ona bənzədə bilərsiniz. Bu da xromatografiyada bir neçə üsulu var. Bu isə kağız xromatografiyası. Yəni X əgər qarışıqdırsa, ondan bir neçə rəng əmələ gələcək. Məsələn, gör ki X 3 dənə maddənin qarışığıdır. 3 dənə rəng əmələ gəlir. Amma Y saf maddədir, Z saf maddədir, T saf maddədir. Çünki bir dənə rəng çıxıb ondan. Və ya da K yenə qarşıdır, 2 dənə rəng əmələ gəlib, 2 maddə ayrılıb. Bu da ayırma üsullarını ona görə ki, artıq bunlar ayrı-ayrı məsafədə durduğu üçün bir-birindən ayırmaq olur da. Məsələn, bu K-da bu maddə ilə bu maddə ilə, məsələn, 2 dənə fərqli, buna alfa maddəsi deyə, buna beta maddəsi, bunlar bir-birindən artıq ayrılmış olur. Gəlin indi burada baxaq, doğru ifadələri müəyyən elə görə nə deyir? Y və T saf maddələrdir. Y, T, bəli, saf maddələr, hətta Z də saf maddədir. Deməli, bu plus. K ən mürəkkəb tərkibə malikdir. Burada baxıb görürük ki, K 2 dənə tərkibi var, amma X 3 dənə tərkibi var. Deməli, ən mürəkkəbi burada X-dir, K deyil. Deməli, bu yanlışdır. 3. Y, Z və T-ni qarşılıqda X əmələ gəlir. Y, Z və T, bu 3-ün birləşdirdikdə, qarışdırdıqda, deyir ki, X əmələ gəlir. Baxıb görürəm ki, göydür, sarıdır, amma bu yaşıldır. Axı bizə çəhrayı lazım idi.
Deməli bu səhvdir. Baxın bu Y-də göy var. Deməli bu getdi. T'də, Z-də də sarı var. Bu da getdi. Amma T yaşıldır. Axı bunun tərkibində çəhrayı rəngli idi. Deməli bunların üçün bir-birinə qarşılıqda X olmaz. O halda bu yanlışdır. Dördüncüyə baxırıq. Dördüncüyə deyir ki, K və Y qarşılıqda X əmələ gəlir. K ilə Y qarşılıqda bəli, bu düzdür artıq. Niyə görə? Çünki K'da sarı ilə çəhrayı var, sarı çəhrayı. Y-də isə göy var. Bunlar artıq üçü də birləşdi də və deməli K'da var sarı çəhrayı getdi. Y-də də var göy. Bu da getdi. Üçü də oldu. İkisi birləşəndə 3 dənə maddə X-i əmələ gətirə bilər. Yəni 4 də doğrudur. 1 ilə 4 doğrudur. Bu da uyğun gəlir D variantına. 15-ci suala baxırıq. A və B atomları üçün hansı ifadələr doğrudur? Baxıb görürük ki, A maddəsində də 3-6 proton, 3-6 proton. Yəni ikisində də 6 proton, 6 protondur. Deməli bunlar nədir? Bunlar izotop atomlardır. Neytron sayı fərqlidir. Burada o qara rəngli olanlar isə neytrondur. Biraz şəkil zəif düşüb, amma burada proton bənövşəyi ilə göstərilir. Bilməm ekranda görünür ya yox. Qaralar isə neytronlardır. Nəysə, indi baxaq ki, hansı doğrudur. Deyir, A-nın kütlə ədədi B-dən böyüdür. Baxaq. İkisinin proton sayı onsuz da eynidir. Neytron sayı 1, 2, 3, 4, 5, 6 dənə bunda neytron var. 3, 4, 5, 6, 7, 8 dənə bunda. Deməli, əksinə B A-dan ağırdır. Çünki atomun kütləsi nələrin cəminə bərabərdir? Proton sayı ilə neytron sayı. Burada 6 üstə 6, 12-dir kütləsi. Burada isə 6 üstə 8, 14-dür kütləsi. B A-dan ağırdır. A B-dən yox. Deməli, 1 yanlışdır. 2. İzotop atomlardır. Bəli. İzotop nə deməkdir? İzotop yəni proton sayı eyni. Axırına fikir verin. İzotop. P hərfi. Yəni proton sayı eyni olanda olur izotop. Neytron sayı eyni olanda olur izoton. Elektron sayı eyni olanda olur izoelektron. Əgər kütləsi eyni olsa, kütlə nə ilə işarədir? A ilə. İzobarda olanda olur eyni kütləli. Qısası axırıncı hərflə birilir. İzotopda nə eynidir? Proton sayı. İzotonda neytron sayı. Bunları həmişə yadda saxlayın. İndi qaydaq bura. Görürük ki, ikisində də proton sayı eynidir. Düzdür. Deməli, bunlar izotop atomlardır. 2'ye plus. Elektron quruluşları eynidir. Bəli. Çünki izotoplarda elektron quruluşu eyni olur. Əgər neytral haldadırsa. Baxıb görürük ki, digər deyişlə və buradakıların sayırsız elektronu 1, 2, 3, 4, 5, 6 dənə elektron bunda. 1, 2, 3, 4, 5, 6 elektron da burada. Elektron bilir ki, ətrafda fırlanır. 6 elektron, 6 elektron eynidir. Bəli, deməli elektron quruluşu da eynidir. O halda biz 2 ilə 3 doğru götürürük. Yəni C bəndinə uyğun gəlir. 16-cı suala baxırıq. Qum daşı və mərmər hansı süxurlara aiddir? Əvvəlcə nəzəri məlumata baxaq. Ümumiyyətlə, çökmə süxur odur ki, süxurlar 3 cür olur. Maqmatik, çökmə, metamorfik. Maqmatik magma sözünə götürülür. Yəni yerin daxilindən hansı ki magma həm yuxarı püskürdüyüdə və yaxud da ki yerin daxili qatında da bilər. Fərqi qala bilər. Fərqi yoxdur. Bu olur maqmatik süxur. Onlar tədricən xırdalanıb dağılanda, məsələn küləyin, günəşin, yağışın təsirindən xırdalandıqca çevrilir olur çökmə süxur. Çökmə süxurda, maqmatik süxurda əgər müəyyən bir təsirə, təzyiqə məruz qalırsa, çevrilir olur metamorfik, yəni metamorfoza uğrayır, çevrilməyə uğrayır. Baxıb görürük ki, 16-cı sualda qum daşı və mərmər hansı süxurlara aid olmağını soruşur. Qum daşı çökmə süxurdur. Yəni A, B arasında qalıq. Mərmər isə metamorfik süxurdur, metamorfoza uğrayır. Yəni burada B variantıdır. Hansı ki mərmərlə eyni tərkibdə təbaşir də var. İkisinin də tərkib hissəsi kalsium karbonatdır xatırlayırsa və yaxud da qum daşının tərkib hissəsi silisyum dioksid idi. Bunların hamısını təkrarlamaq lazımdır mövzuların daxilində. Görürük ki, məsələn təbaşirlə mərmər arasında fərq nədir? Təbaşir tədricən müəyyən təzyiqə məruz qaldıqca, təzyiqdə, temperaturda sıx yerin altında qalsa, sıx şəkildə qalsa, 1000 illər, milyon illər sonra çevrilir olur mərmər. Yəni bəzi maddələrin və yaxud da əhəng daşı çevrilir olur mərmər. Yəni bəzi maddələrin formulları eyni olsa da, məsələn mərmərin də əhəng daşında, təbaşirində formulu eynidir, kalsium karbonat. Amma fərqli şəraitdə fərqli formalara çevrilir. Yəni yüksək təzyiq və temperatur altında, hansı ki məsələn yerin tutaq ki 5 kilometr dərinliyində çevrilir olur mərmər. Deməli biz burada 16-cı sualda nəyə götürürük? B variantını doğru götürürük. Keçid alırıq 17-ci suala. Hansı elementlərin simvolu doğru yazılmışdır? Demək olar ki, buradakı ən sadə sual budur. Deməli, neon xeyr.
Bu azotun formulası. Azot N ilə göstərilir, neon isə N ilə göstərilir. Deməli bu yanlışdır. Bu getdi. Fosfor F xeyr. F florun formulasıdır. Fosfor P ilə göstərilir. Çünki o latınca adı ilə fosforus şəklində yazılır. P ilə baş hərfi P-dir onun, F deyil. Bu P-dir. Dəmir, ferrum, deməli bu da səhvdir də. Yəni fosfor, flor yox, P ilə götürməlidir. Bu da səhvdir. Dəmir, ferrum. Bəli, doğru olan yalnızca budur. Dəmir. Görürsünüz, burada ən çox bizi çaşdıran variantlar, yəni uşağı çaşdıran variantları verib. Məsələn, fosfor, baxmayaraq ki, F ilə başlayır, amma P hərfi ilə işarəsi və yaxud da neon N, E şəklində. Çünki həmçinin azot da N ilə başlayır. Bu sadə dərs olduğu üzərində çox durmuram, amma siz elementlərin işarələrini təkrarlamalısınız ki, bu tip sadə sual düşsə yaza biləsiniz. Yalnız 3 C variantına uyğun gəlir. Keçək 18-ci suala. 18-ci sualda deyilir, bir neçə fərqli maddənin 100 ml suda otaq temperaturda həll olma cədvəli verilmişdir. Hansı ifadələr doğru deyil? Deyir ki, otaq temperaturunda 200 ml suda 20 qram çay sodası həll olur. Baxaq görək 100 ml çay sodası nə qədərdir? 10 qram. Deməli 200 ml-də də 20 qram olacaqdır. Çünki 2 qatı qədərdir. %10-dursa 200-də 20-dir. Deməli bu doğrudur. Bizdən isə doğru deyili soruşur. Bu tip suallara diqqət yetirin, deyil olmağın soruşur. Deməli biz biri götürməliyik. Bu çünki doğrudur. Bizdə doğru olmayanları istəyir. Keçirik ikinci suala. Eyni şəraitdə həll olması ən yaxşı olan maddə xörək duzudur. Baxıb görəcəyik, xeyr, burada ən yaxşı həll olan maddə şəkərdir. Deməli bu doğru deyil. Biz doğru olmayanları götürdüyümüz üçün 2-yə plus qoyuruq. Keçirik, temperaturu artırda 100 ml suda həll edən karbon qazının kütləsi 0,2 qramdan çox ola bilər. Baxıb görürük ki, normalda 0,2-dir. Temperatur artdıqca əslində bu azalar. Məsələn, 0,1 olar, 0,05 olar və s. Niyə? Çünki temperatur artdıqca qaz halında olan maddələrin həll olması azalır. Deməli, bu yanlışdır. Bizdən də elə yanlışı soruşurdu. Onsuz da buna da plus qoyuruq. Otaq temperaturunda 50 ml suda 100 qram şəkər həll olar. Bəli, 100 ml-də 200-dürsə, 50 ml-də də 100-dür. Çünki onun yarısı qədərində yarısı qədər həll olar. Bunu tənasüblə də tapa bilərik. Burada 100 ml verir. 100 ml-də neçə qram həll olur? 200. Bəs burada 50 ml-də nə qədər həll olar? X. X də bərabərdir. 50-ni vurarıq 200-ə, bölərik 100-ə. Bu da eləyər. Deməli, sıfırlar gedəndə eləyər, deməli, elə 100 eləyər. Deməli, bəli, düzdür. Onda biz bu düzü götürmürük. Yəni, 18-ci suala 2-3 A variantı uyğun gəlir. 18-də A. Keçir indi 19-cu suala. 19-cu sualda deyilir, kalsium nitrit və magnezium sulfat maddələrin tərkiblərində olan qeyri-metalları müəyyən edin. Adı üstündədir bunların. Kalsium nitrit, yəni kalsium, bir də azot. Kalsium nitrit. Bu formulanı da düz yazaq. Kalsium 3N2. Bu şəklindədir. Və yaxud da magnezium sulfat, yəni magnezium sulfat turşusunun da qalığı SO4. Magnezium MgSO4 şəklində yazarıq yəni. Bu şəkildə indi necə bilməlisiniz? Bütün nitritlərdə N var. Bütün sulfatlarda SO4 var. Bir neçəsində yazaq. Bütün karbonatlarda CO3 var. Axırı yəni CO3 ilə qutarır. Hidrokarbonatlar isə HCO3 ilə qutarır. Sonra bir neçəsində də sulfitlərin hamısı S ilə qutarır. Sulfit və yaxud da hidridlərin hamısı H ilə qutarır. Fosfidlərin hamısı P ilə qutarır. Bunları biz ətraflı 9-cu sinifdə keçəcəyik. İndi elə bu sualın üzərindən deyək. Baxa görə hansı qeyri-metallar var? Bunda kalsium var. Yox, kalsium metaldır. Bizdə qeyri-metallar soruşur. Kalsium burada metaldır, magnezium da metaldır. Qeyri-metallar hansıdır? Burada azotdur, kükürtdür, oksigendir. Görürsünüz, elementlər soruşsaydı kalsiumla magneziumu da içində salardıq. Amma bizdən sırf qeyri-metalları soruşuruq. Ona görə biz kalsium, magneziumu çıxdıq içindən. Çünki bunlar metaldır. Azot, kükürt, oksigen. Azot, oksigen, kükürt B variantına uyğun gəlir. 19-da B. Keçirik 20-ci suala. 20-ci sualda deyir, şəkildə X və Y maddələri qarşılığını ayırmaq üçün istifadə edilən qurğu göstərilmişdir. X kolbadır. Daha doğrusu kolbanın içərisində X var və bu qabın içərisində Y maddəsi var. X, Y maddələri ayırmaq üçün bu qurğudan istifadə olunub. İndi deyir, doğru ifadələri müəyyən edin. Deyir, X xörək duzu, Y isə su ola bilər. Bəli, çünki bu nədir? Distillə üsuludur. Tutaq ki, bunun içinə duzlu su tökərəm. Duzlu suyu qızdırdıqca burada buxarlanar su keçər bu tərəfə. Burada isə duz qalar. Yəni X duz ola bilər, Y də su ola bilər.
Bəli, bu 1 doğrudur. 2. X etil spirti, Y isə su ola bilər. Bunlar görür ki, spirt də suda, ikisi də mayedir. İkisi də maye olanda nə olmalıdır? Bu fraksiyalı distilli olmalıdır. Axı burada sadə distillədir. Fraksiyalı distillərdə burada şüşə kürəciklər olmalıydı. Şüşə kürəciyi olmadığına görə deməli bu sadə distillə qurğusu. Sadə distillə qurğusunda bərk maye qarışığını ayırarıq. Amma fraksiyalı distillə qurğusunda isə ikisi də maye olanda ayıra bilərik. Bu da şüşə kürəciyi olmadığı üçün deməli bu fraksiyalı yox, sadə qurğudur. Sadə qurğuda da bərk maye, yəni duz su ola bilər. Spirt su ola bilməz. Spirt su olması üçün gərək fraksiyalı distillə su, yəni maye olması üçün gərək fraksiyalı olsun, yəni şüşə kürəciyi olsun. Deməli bu yanlışdır. Qurğunun A hissəsində kondensləşmə baş verir. A hissəsi nədir? Bax bu. Yəni bu soyuducu qurğudur bunun adı. Buradan soyuq su daxil olur, çıxır və ona görə də bunu soyudur. Bunun içindəki buxarı soyudur. Bəli, soyudanda da buxar nə olur? Kondensasiya edir. Deməli bu da doğrudur. Fraksiyalı distillə qurğusu da artıq aydındır ki, bu fraksiyalı distillə qurğusu deyil. Fraksiyalı distillə qurğusu olması üçün gərək içində şüşə kürəcik olaydı. Bu da yanlışdır. Bizə də doğru olanlar soruşur. 1-3, yəni A variantına uyğun gələr. Keçirik 21-ci suala. 21-ci sualda deyilir. Maddələr verilib, suda əldə olması və aqreqat halı göstərir. Maddələr su ilə qarışımın növünü müəyyən edin. Deməli, X suda əldə olan bərk maddədir. Deməli, bu nədir? Homogendir. Yəni, həll olub da artıq. Həll olanlar nə olur? Eyni cinsli olur. Və yaxud da T suda əldə olan maye maddədir. Bu da yenə homogendir. Yəni, həll olubsa artıq eyni cinsli qarışıqdır. Misal üçün, bu ola bilər duz, bu ola bilər spirt. Deməli, X-la T homogendir. X-la T homogendir, elə birbaşa B variantını seçirik. Amma yenə də ardına da baxaq. Deməli, Y həll olunmur, mayedir. Misal üçün, yağ həll olmayan mayedir. Onda nə olur? Emulsiya. Sonra, Z isə həll olmayan bərkdir. Misal üçün, qum həll olunmur və bərk haldadır. Onda da nə olur? Bu da olur suspenziya. Deməli, B variantına uyğun gəlir. 21-in cavabı oldu B variantı. Keçək 22-ci suala. Laboratoriyada təhlükəsizlik qaydalarının doğru verilmədiyi bəndi müəyyən edin. Heç bir maddənin dadına baxmaq olmaz. Bu doğrudur. Bizdən doğru olmayanı soruşur. Kimya maddələrlə zəhərlənmə hallarında laboratoriyanı tərk etmək olmaz. Bu doğru olmayandır. Çünki bu məntiqsizdir də. Əgər zəhərlənibsənsə, əksinə tez xəstəxanaya çatdırılmalısan. Yoxsa tərk etmək olmaz nədir? Yəni zəhərlənmə halında laboratoriyanı tərk etmək olmaz. Bu yanlış variantdır. Ona görə B yanlışdır. Digərlərinə də baxaq. Gözə dəriyə maddə tökülərsə çoxlu miqdarda su yuyulmalıdır. Bu doğrudur. Laboratoriya işi zamanı xalat geyməli, əlcək, qoruyucu iynə. Bu da doğrudur. Doğru olmayan bənd burada olur 22-ci sual. 22-də B. 23-cü sualdan davam edirik. Boşluqlara uyğun olan ifadələri müəyyən edin. Kristallaşdırma üsulu ilə ayrılması qarşı bunu ayırırlar. Dürültmə ilə bunu görə hansı uyğun gələr? Birdə ya A ya B uyğun gəlməli. Hər birini seçirik, sonra burada yazırıq. Kristallaşdırma üsulu ilə duz suyu ayırmazlar. Niyə görə? Duzla suyu buxarlandırma ilə də ayırmaq olar. Kristallaşdırma ilə adətən nəyə ayırırlar? Parçalanan, yanan, hansı ki buxarlandırsaq ya parçalanacaq, ya yanacaq, ya da ki kəskin fərq eləyəcək. Bu halda kristallaşdırma üsuluna ayırırlar. Burada biz bax bu A variantını götürməliyik. Niyə görə? Çünki biz bunu buxarlandırma ilə ayırsaq, məsələn bu maddəni, buxarlanan zaman nə olacaq? Tərkibindəki bu 5H2O da parçalanıb, buxarlanıb gedəcək. Yəni bu da parçalanıb gedəcək. Qalacaq təkcə bu. Axı biz bunu ayırmaq istəmirik, bunu bütöv ayırmaq istəyirik. Deməli bunu buxarlandırma ilə ayıra bilməzsən. Bunu mütləq kristallaşdırma ilə ayırmalısan. Onda biri uyğun gəlir A bəndi. Duzu isə həm bununla ayıra bilərsən, həm də buxarlandırma ilə. Əslində buxarlandırma sərfəlidir. Çünki bayaq da göstərdik. Məsəl üçün, burada bu biri vərəqdə idi deyəsən. Burada fərq çox deyil. Fərq çox olmayan, məsələn bu duz, fərq çox deyil. Bunda buxarlandırma olmalıdır. Buxarlandırma da siz dəstlikdə baxsınız, duzu xörək duzunu verib az fərq olanlar siyahısında, yəni natrium klorid az fərq olanlar siyahısında ona görə buxarlandırma ilə ayırırlar. Keçək növbəti hissəyə. Durultma üsulu ilə maddələrin müxtəlif durultma üsulu sıxlıqların fərqinə əsaslanır. Qaynama temperaturu isə distillədə əsaslanır. Məsələn, spirtlə su, spirt 78 dərəcədə, su 100 dərəcədə qaynayır. Qaynama temperaturunun fərqinə əsaslanır distillə qurğusu ilə. Hansı ki, bu qurğu ilə ayırmaq olar. Bu heç. Bu deməli qaynama temperaturu distillədir. Sıxlıq isə durultmadır. Durultma üsulunda belə bir ayırıcı qıf adlanan cihazdan istifadə olunur. Belə bir cihazdır. Bu altında da krant var. Misal üçün, bura yağ su qarışığını tökdük. Bir müddət sonra yağ çıxacaq üstə.
Çünki daha yüngüldür loro dilində desə, yəni sıxlığı da azdır. Sıxlığı daha çox olan su isə aşağıda qalacaq və bir-birindən krantı da açılanda su töküləcək. Bu yağ su sərhəddə gəlib bura çatanda biz onu dayandıracağıq. Deməli, biz nə deyə bilərik? Durultma üsulu sıxlıqların fərqinə əsaslanır. Üçüncü sual, fraksiyalı distillə hansı qarışıqların ayırması üçün istifadə olunur? Fraksiyalı distillə bayaq dediyim maye homogen qarışığı ayırmaq üçün istifadə olunur. Heterogen qarışıq olsaydı, onda yağ su, bu ayırıcı qıfla ayırardıq. Deməli, fraksiyalı distillə qurğusu homogen qarışıq. Məsələn üçün, su ilə spirt qarışığı. Su, spirt nədir? Homogen, eyni cinsli qarışıqdır. Bunu biz fraksiyalı distillə qurğusu ilə ayıra bilərik. Deməli, 1A, 2A, 3B. 1A, 2A, 3B. Biz A variantını burada götürə bilərik. Keçirik 24-cü suala. Bor və karbon atomları verilib və bunların proton və neutron saylarını müqayisə etmək tələb olunur. Əvvəlcə bu ədədlərin mənasını deyək. Elementin aşağı sol küncündəki ədəd, hansı ki, bax, burada 5 ədədi, burada 6 ədədi, bu proton sayını göstərir. Proton sayı eyni zamanda dövrü cədvəldəki sıra nömrəsini və yükü müəyyən edir. Yəni, sıra nömrəsi neçədir? Məsələn, burada bor 5-ci elementdir, karbon 6-cı elementdir, nüvə yükü də məsələn 6 plusdur, 5 plusdur. Və yaxud da proton sayı da burada 5-dir, burada 6-dır. Deməli, bəs yuxarıdakı ədəd nəyə göstərir? Yuxarıdakı ədəd isə kütləni göstərir. Bu o deməkdir ki, borun kütləsi 11-dir, karbonun kütləsi 12-dir. Kütlədən də proton sayını çıxanda neytronu verir. Məsələn, 11-dən 5 çıxanda deməli borun 6 neytronu var. 12-dən 6-nı çıxanda deməli karbonun da 6 neytronu var. Çünki kütlə proton sayı ilə neytron cəmidir. Yəni 6 üstə 6 12, 5 üstə 6 11. İndi gəlin müqayisə aparaq. Deyir ki, A variantında deyir, karbonla borun proton sayı bərabərdir. Xeyr, birində 5-dir, birində 6-dır. Deməli, A deyil. Keçdi, borla yenə bərabərdir, bu da deyil. Keçək C bəndinə, deyir ki, borun proton sayı karbondan çoxdur. Əksinə, karbonun proton sayı bordan çoxdur. Deməli, bu da deyil. Qaldı təbii ki, D variantı. İndi bir daha analiz edək. Karbonda 6 protondur, borda 5 protondur. Deməli, karbon bordan böyükdür. Bu hissəsi doğru. Sonra deyir, neytron sayı borla karbonda bərabərdir. N qoyanda yəni neytron, P qoyanda proton sayı deməkdir. Baxıb görürük ki, həqiqətən də 6 dənə borda, 6 dənə də karbonda nəyi var? Neytron sayı var. Deməli, bunlar bir-birinə bərabərdir. D variantına uyğun gəlir. Keçək son sualımıza, 25-ci suala. Hansı ifadələr fraksiyalı distillə prosesinə aiddir? Deməli, burada burada distillə qurğusunu göstərib və indi hansıların aid olduğunu soruşur. Sırf burada söhbət gedir fraksiyalı distillədən, sadə distillədən yox. Yəni, hansı ki, içində şüşə kürəciklər olsun. Deyir ki, birinci etil spirtinin su ilə qarışığından etil spirtinin su ilə qarışığından etil spirtin ayrılması üçün istifadə oluna bilər. Bəli, fraksiyalı distillə ilə bunun üçündür. 2. Xörək duzunsu ilə qarşına su yarılması istifadə olunan. Xeyr, bu sadə distillə qurğusunda ayıra bilərik. Bunun fraksiyalı distilləyə aidiyyəti yoxdur. Deməli, bu deyil. Aşağıdakı qurğuda aparılır. Baxıb görək. Biz burada qaraladıq əslində yaxınlama. Burada şüşə kürəciyi yox olmadığına görə sadədir. Amma şüşə kürəciklər olsaydı burada, bunu indi özümüz qırmızı ilə qaraladı da, burada heç bir kürəcik falan yoxdur. Kürəcik olsaydı, onlarda fraksiyalı distillə. Burada da aşağıdakı qurğuda aparılır. Xeyr, fraksiyalı aşağıdakı qurğuda yox. Kürəciyi olan qurğuda aparılır. Yəni, yalnız 1-ə uyğun gəlir. Bu da D variantına uyğun gəlir. Ümid edirəm ki, sualları asan şəkildə izahını verdim. 25 sual, cəmi 25 sualdır. Yəni, birinci turun müsabiqə sualları. Çalışım maksimum asan verim. İndi cavabları bu şəkildə də göstərək burada. Görürsünüz, bu şəkildə cavab variantlarını birbaşa baxmaq istəsə, bu cürdə baxa bilərsiniz. Deməli, 45 dəqiqə, təqribən 45 dəqiqə ilə bir dərs müddəti qədər izah elədi. Çalışdım çox sadə şəkildə izah edeyim. Çünki mənim məqsədim sıfırdan hazırlaşanlar, yəni bu videoların məqsədi olimpiyadalara hazırlıq videolarıdır. Və olimpiyada deyəndə fən müsabiqəsi deyək də, olimpiyada yox, fən müsabiqələri. Bundan əlavə testlər də, hansı ki, ikinci turun və əvvəlki illərin suallarını işləyəcək. Bu, 2025-ci ildə istifadə olunmuş suallardır birinci turda. Deməli, siz görürsünüz ki, burada təkcə nəzəriyyə yox, müəyyən qədər məntiq işlətmək lazım. Yəni, nəzəriyyəni öyrənməklə yanaşı, onu tətbiq eləməyi bacarmaq lazımdır. Digər yandan, imtahan müddəti 2 saat olur. Yəqin ki, cavab kartından istifadə olunur. Cavab kartını da şagirdlərə çap edib paylayacağım. Hansı ki, özlərin
belə deyə də məşq elətdirib, yəni o qaralama problemi bəzən uşaqlar vaxt çatdıra bilmir, axırda belə deyə də eləyir. Bu da düzgün yol, metod deyil. Əsas tövsiyəm ondan ibarətdir ki, əvvəlcə sadə suallar işləyin, mürəkkəb sualları sona saxlayın. Yəni bəzən tutaq ki, məsələn işləyirsiniz 1 2 3 çətin gəldi. Məsələn sizə 3-ün üstündə yarım saat oturmaya ehtiyac yoxdur. Həm vaxtınız gedəcək digər asan suallar. Məsələn qarşıda artıq asan sual var idi. Çox asan sual, hətta elementə dair bir dənə sual var idi. Məsələn bu da sadə sualdır. Ona görə də çalışın əvvəlcə sadə sualları işləyin, sonra mürəkkəb suallara qayıdın. Bu qədər, sağ olun. Növbəti dərslərdə görüşənədək.